Salam hörmətli izləyicilər. Hər kəsi salamlayırıq. Bugün AFA U11 Liqasının 5-ci turu çərçivəsində Pirallahı Futbol Klubu Lazio Futbol Klubu ilə qarşılaşır. İnanırıq ki, gərgin və maraqlı bir oyun izləyəcəyik. Pirallahı Futbol komandasının əsas heyəti qapıda 1 nömrə İbrahimov Ömər, 2 nömrə Quluzadə Mirələm, 6 nömrə Məmmədov Hüseyin, 9 nömrə Səfərli Hüseyin, 77 nömrə Balayev Elşad, 10 nömrə Qədirzadə İbrahim, 11 nömrə Əliyev Toğrul. Hal-hazırda top Lazio klubundadır. Səfərli Hüseyin, əla hərəkət, Qədirzadə İbrahim, top itirilir. İbrahim gəl, öz zonamıza qaydırır. Lazio Futbol Klubunun qapısı topu oyuna daxil edir. Birinci. Ömər topu cəlmə meydançasına kənarlaşdırılır. Out Lazio Futbol Klubundur. Yan xəttdən topu Lazio Futbol Klubu daxil edir. Qapıya zərbə. Top meydanı tərk edir. Ömər topu oyuna daxil edir. Hüseyin. Elşad qəbul edir topu. Toğrulla oynayır və təkbətək Elşad zərbəni yerinə yetirə bilmir. Qapıcı topu götürür. Toğrul topu qəbul etdi. Lazio Futbol Klubundadır top. Top meydanı tərk edir. Out Pirallahı Futbol Klubundan. Səfərli Hüseyin. Top tikisi. Oyun meydanı mərkəzində davam edir. Out Pirallahı Futbol Klubundan. Oyun top Elşaddadır. Elşad ötürmə elədi. Top Lazio Futbol Klubundadır. Səfərli Hüseyin top almağa çalışır. Qapıya zərbə. Top qapı xəttini tərk edir. Ömər topu oyuna daxil etməyə hazırlaşır. Mirələm topu qəbul edir. Hüseyinlə oynayır. Top meydanı tərk edir. Out Lazio Futbol Klubundur. Hüseyin topu qəbul edir. Top itkisi. Toğruldan mükəmməl müdaxilə. Elşad rəqibini sıxmağa çalışır və top qapı xəttini tərk edir. Lazio Futbol Klubu qapı xəttindən o topu meydana daxil edəcək. Elşad çıxlar! Elşad! Sənin də Hüseyin! Top out xəttindən çıxır. Top İbrahim topu qəbul edə bilmədi. Top qapı xəttini tərk elədi. Yaxın. Qalırıq orada. Elşaddan qəbul gözəl idi. Qapıya zərbə vurmağa çalışır. Müdafiədən qaydan top və top qapıcıdadır. Hələ ki, bərabər səviyyədə oyun izləyirik. Nisbətən Pirallahı Futbol Klubunun üstünlüyünü qeyd etmək olar. Top Ömərdədir. Ömər topu daxil edir və yan xəttdən meydanı tərk edir. Lazio Futbol Klubu yan xəttdən topu meydana daxil edəcək. İbrahim, əla, Qədirzadə İbrahim təkbətəkə çıxır. Topu çox önə buraxdı özündən və qapıcı topu ələ keçirdir. Toğrul qoy verə düşdün.
Səfərli Hüseyin birə-bir mübarizədə uduzmamağa çalışır. İbrahimdən mükəmməl müdaxilə. İbrahim bebe. Orada bak. Toğrul əla müdaxilə. Eşat açıl. Hüseyin topla irəliyir, Elşada ötürür. Yaxşı, Elşaddan yaxşı zərbə, 200-dən zərbə. Pirallahı Futbol Klubu 200-dən zərbə ilə topu daxil eləyəcək. Gəlmə, Uqlavoydu, gəlmə. Hüseyin. Gel yakınlar. Hüseyin. Elşad topu daxil edir. Müdafiəçidən müdaxilə. Yenidən 200-dən zərbə Eşat. vuracaq Pirallahı Futbol Klubu. Eşat. Elşad topu İbrahimə buraxır. Yakınlaş bastı. İbrahim Hey sakla. Hüseynə ötürmə, qapıya zərbə. İbrahimdən zərbə. İstədiyi kim zərbə alınmır, top qapı xəttini tərk edir. Laçın Futbol Klubu qapısı topu oyuna daxil edir. Ha. Eşat. Pirallahı Futbol Klubu öndə pressing tətbiq etməyə çalışır və yan xəttdən top çıxdı. Top Hüseyndə rəqibini keçməyə çalışır. Müdafiəçidən yaxşı müdaxilə. Laçın oyuncusu irəliləyir. İbrahimdən müdaxilə. Heç bir qayda pozuntusu yoxdur. Bura gəl. Topu bura bir çıxarır. Sənə əlbəttə deyirəm. Laçın Futbol Klubunda zədəli oyunçunun əvəzinə 17 nömrəli oyuncu daxil olur. Oyun yan xəttdən alt alış ilə davam edir. Top yan xətti tərk edir. Out. Pirallahı Futbol Klubu out atışı ilə oyuna davam edəcək. Top İbrahimdə. İbrahim Elşadı gördü. Top tikisi yenə. Out. Top alt xəttində meydan tərk edir. Pirallahı Futbol Klubu alt atacaq. Sakitlene. Yakın gördüler seni üstü. İbrahimdən yaxşı hərəkət. Mirələmdən qapıya zərbə cəhdi. Top qapıdadır. Doğru yerine gel doğru. Hüseyin gel arkaya Hüseyin darılacak. Qapısı topu qabağa vurur. Qapısı Ömər topu qəbul edir. Aras ver. Uğursuz ötürmə, top yan xətti tərk edir. Laçın Futbol Klubunda əvəzləmə. 5-6 nömrəli oyuncunun əvəzinə 3 nömrəli oyuncu daxil olur. Ortaya. Top Ömərdədir. Hüseyin topu qəbul edir. Aldatmağa çalışdı. Top qapı xəttini tərk elədi. Oradadır. Neyse. Hüseyndən yaxşı hərəkət. Oyun davam edir. Hüseyin topla irəliyir. Top yan xətti tərk edir. Pirallahı Futbol Klubu. Bekle bak. Belə saxlayıb top gözdən baxdı. Top tikisi out, əl dəyişir. Xeyr, qaytardılar Pirallahı Futbol Klubuna. Bekle bak. Hüseyin alt xəttinə topu daxil edir. Elşad qəbul etdi İbrahimlə ötürmə. Divar paslaşması təhlükəli an, qapısı topu tutur. Hüseyin doğru sefer zor ola. Koyma yerine. Top qapı xəttini tərk edir. Sadəcə ehtiyat. Out zərbəsi, out atışı olacaq. Pirallahı Futbol Klubu Sən yuxarı şey. out atmağa hazırlaşır. Elə orada, orada. Hələ ki bərabər səviyyədə oyun izləyirik. Elə də qapı önündə elə bir təhlükəli epizodlar yaranmayıb. Atıl. Elşad topu qəbul etdi. Aldatmağa çalışır. Topu çıxmağa qoymadı. Məmmədov Hüseyin topu qəbul etdi. Elşada qaytardı. Elşad irəliləyir topla. Elşadın zərbə çəkdi. Müdafiədən qaydan top. Məmmədov Hüseyin əla. Elşad. Elşaddan Toğruldan zərbə. Top qapıcıdadır.
qapıya ilk zərbə demək olardı bu topu. Hüseyin topu çıxarmağa çalışır. Təhlükəli oyun. Qapıya sərbəst zərbə təyin olunur. Lazio Futbol Klubu sərbəst zərbə yerinə yetirəcək. Canlı sərt qurulub. Təhlükəli məqamdır. Cərimə meydançasında oyunçular arasında gərginlik var. Doğru. Stekan yana gel. Zərbə. Hüseyin boş qapıdan topu çıxardır. Lazio hücumu davam edir. Ortaya ötürmə. Və Hüseyinlə müdaxilə. Out Pirallahı Futbol Klubundur. Mirələm out atışı ilə yerinə yetirir. Top yenidən yan xətti tərk eləyir. Mirələm topu qarşılayır Lazio Futbol Klubunun oyuncuları. Top yan xətti tərk edir. Pirallah Futbolunun əvəzləmə. Səfərli Hüseynin əvəzinə Əskərli Hüseyin daxil olur. 7 nömrəli oyuncu. Toğrul topu çıxarır. Out Pirallahı klubunundur. Mirələm yan xəttdən topu daxil etməyə hazırlaşır. Qapçı topu tutur. Qapçı zərbə ilə topu oyuna daxil edir. Top yan xəttdən meydanı tərk eləyir. Pirallahı Futbol Klubu yan xəttdən topu meydana daxil eləyəcək. Hələ ki bərabər səviyyədə oyun gedir. Qapılara elə bir ciddi şəkildə zərbələr yoxdur, təhlükə yoxdur. Demək olar ki oyun meydanın mərkəzində ara sıra qapılar qarşısında keçir. Elşad topla irəliləyir. Hücumu davam elədi. Təkbətək zərbə. Qapçı topa daha tez çatır və topa elə keçirir. Qapı zərbəsi ilə başlayır topu. Toğrul birinci topu qəbul edir. Topu yerə düşməyə qoymur. Hüseyndən Elşaddan möhtəşəm zərbə və hesab 1-0. Elşad hesabı açır. Hesab 1-0 Pirallahı futbol komandasının xeyrinə. Ada təmsilçiləri 1-0 önə keçirlər. Lazio Futbol Klubu mərkəzdən oyuna daxil edəcəklər topu. Top qapı xəttini tərk eləyir. Qapısı zərbəsi ilə oyuna davam edəcək Pirallahı Futbol Klubu. Oyunun təxminən 19-cu 20-ci dəqiqəsi gedir. Top orta xətti keçdiyinə görə sərbəst zərbə təyin olunur. Bildiyimiz kimi U11 liqasında qapıcı qapı xəttindən çıxan topu meydana daxil edərkən zərbə mərkəz xətti keçməməlidir. Əks halda keçdiyi halda rəqib komanda zərbə ilə topu oyuna daxil edir. Lazio Futbol Klubundan qapıya zərbə, Mirələmdən vacib müdaxilə və topu yan xəttdən çıxarır. Yan xəttdən Lazio Futbol Klubu topu daxil etməyə hazırlaşır. Elşad topla irəliyir. Öz cinahı ilə, sol cinahla irəliyir Elşad. Lakin müdafiəçidən müdaxilə. Top yan xətti tərk eləyir. Out Lazio Futbol Klubunundur. Xatırladaq ki, qolu Pirallahı Futbol Klubunun 77 nömrəli oyuncusu Balayev Elşad vurub, rəqib komandasının qapısından keçirdib. Hazırda hesab 1-0
Pirallahı Futbol Klubunun hesab xeyrinədir. Qabağına dayanıb baxma, yaxşı qapısı. Qapısı vuracaq. Top yan xətti tərk eləyir. Laçın Futbol Klubu yan xəttdən topu meydana daxil edəcək. Mübarizə mərkəzdə Əsgərli Hüseyin topu qəbul edir. Geriyə ötürmə, rəqib oyuncuya düşür top. İbrahim müdaxilə, hücum. Əks hücuma hazırlaşır Pirallahı Futbol Klubu 3'ə 3 gedirlər. Elşaddan İbrahimə ötürmə. İbrahim topu qəbul etdi. Aldatmağa çalışır, rəqibi keçməyə çalışır və keçir də. Ortaya ötürmə və Əsgərli Hüseyin. Əsgərli Hüseyin hesabı 2-0'a çatırır. İbrahim, Qədirzadə İbrahimin fərdi keçidi və ortaya ötürməsi Əsgərli Hüseyinin qolu ilə nəticələnir. 2-0 Pirallahı Futbol Klubu 2-0 önə keçir. Top fərqini 2 xala çatdırır. Laçın Futbol Klubu mərkəzdən oyuna başlamağa hazırlaşır və başlayırlar. Toğrulun presingi, top yan xəttə meydanı tərk edir. Ada təmsilçiləri müdafiə olmağa çalışırlar. Laçın Futbol Klubu 6 başlayır. Yenidən Toğruldan müdaxilə, yan xəttdən meydanı tərk edir. Laçın Futbol Klubu alt xəttindən topu meydana daxil edir. Hücum, təhlükəli hücum Ömərdən. Mükəmməl seyf. Toğrul müdafiə xəttini keçilməz bir divara çevirib. Qapıya zərbə, dirəkdən dönən top. Dirəkdən dönən top çox mükəmməl bir zərbə idi. Bəxt bir növ Pirallahı Futbol Klubunun üzünə güldü. Top İbrahimdədir. Hüseyin, Məmməd Hüseyin. Mirələm topladı, irəliyir. Öz oyuncu yoldaşlarını axtarır. Ötürmə İbrahimə. Toğruldan mükəmməl yerində müdaxilə. Elşad topla irəliyir. Öz cinahıyla qapıçıya ötürmə sayılmadı. Qapısı topu vurur. Mirələm müdaxiləsi yan xəttdən top meydanı tərk edir. Laçın Futbol Klubunun oyuncuları yan xəttdən topu meydana daxil edirlər. Hüseyin topu qəbul etdi, yerdən yan xəttdən çıxardır. Yenə top Laçın Futbol Klubundadır. Müdafiədən çıxmağa çalışır Pirallahı futbolçuları. Top yan xətti tərk edir. Pirallahı Futbol Klubunun qapıçısı Ömər topu qapı xəttindən başlamağa hazırlaşır. Qapı zərbəsi ilə topu vurur qarşıya. Top rəqib komandanın qapısına çatır və qapısı topu götürüb zərbə vuruş ilə davam edir. Toğrul müdaxilə, vacib müdaxilə Toğruldan. Hüseyin topu qəbul edir Elşada. Elşaddan hərəkətlər. Toğrul Hüseyinə ötürmə. İbrahim müdafiədə etibarlı oyun. İbrahim müdaxiləsi top Laçın Futbol Klubunun xeyrinə verilir. Yan xəttdən daxil elədi. Rəqib komanda top meydanı tərk edir. Yan xəttdən Pirallahı Futbol Klubu oyunu daxil edəcək topu. Toğrul rəqib oyuncular müdaxiləsinə baxmayaraq out düzgün yerinə yetirmədiyinə görə rəqib komandaya verilir. Out belə desək əl dəyişir. Laçın Futbol Klubu yan xəttdən topu meydana daxil edir. İbrahim başla zərbəsi. Top Elşadda. Elşad irəlməyə çalışır. Top Laçındadır. Emil topu çıxardır. Top Elşadda. Elşad sol cinahda irəliyir. İki rəqib keçməyə çalışır. Top yan xətti tərk eləyir. Out Pirallahı komandasındır. Elşad yan xəttdən topu meydana daxil etməyə çalışır. İbrahim! Toğrulun yerinə çəkil. Çəkil Toğrulun yerinə.
Səfərli Hüseyn meydana daxil olur. Toğrulu əvəzləyir. Laçın Futbol Klubu təhlükəli hücuma keçir. Mirələm bugün keçilməzdi. Mirələm bugün öz mövqeyində səhvsiz çıxış ilə yadda qalır. Yenə hücumu Laçın Futbol Klubunun İbrahim topu çıxartdı. Səfərli Hüseyn təkə-tək qalıb rəqib oyunçu ilə keçməyə çalışır. Lakin sürüşmə fəndi ilə Laçın Futbol Klubunun müdafiəçisi topu yan xəttdən kənarlaşdırır. Atılacaq etap 2-0 Krallar Futbol Klubunun xeyrinədir. Qolları Balayev, Elşən və Əskərli Hüseyn vurublar. İbrahim çəkil arxaya İbrahim. Laçın Futbol Klubu hücuma keçir. Emildən müdaxilə, top yan xətti tərk edir. Laçın Futbol Klubu topu alt xəttindən daxil etməyə hazırlaşır. Krallar Futbol Klubunun məşqçisi oyunçusuna tapşırıqlarını verir. Yan xəttdən Krallar Futbol Klubu alt xəttindən topu meydana daxil edir. Elşad topu daxil edir. İbrahim topu qəbul elədi. Top yenidən yan xətti meydanı tərk edir. Elşad topu yan xəttdən daxil etməyə hazırlaşır. Hüseyn topa çatır. Ötürməsi xeyr. Qapı xəttini tərk edir top. Qapı zərbəsindən Laçın Futbol Klubu topu meydana daxil edəcək. Laçın Futbol Klubunun 9 nömrəli oyunçu 2 oyunçunu keçməyə cəhd eləsə də top meydanı tərk edir. Krallar Futbol Klubu, Laçın Futbol Klubu yan xəttdən topu daxil edir. Cərmə zərbəsini ötürmə və Elşaddan effektiv bir müdaxilə. Əks halda rəqib futbolçu qapıçı ilə təkbətək qalacaqdır. Yan xəttdən Laçın Futbol Klubu topu daxil edir meydana. Topu qəbul edir. Hücuma keçməyə hazırlaşırlar. Qapıya zərbə. Emil topu boş qapıdan çıxarır. İbrahim topla irəliləyir. Qədirzadə İbrahim bir rəqibini keçməyə hazırlaşır. Top Elşaddadır. Lakin Elşad topu itirir. Rəqib hücuma keçməyə hazırlaşır və cərimə zərbəsi. Emil qayda pozuntusuna yol verdiyinə görə Krallar Futbol Klubunun qapısına cərimə zərbəsi təyin olunur. Çox təhlükəli bir mövqedən cərimə zərbəsi olacaq. Hakim canlı səddi vurdurur. 3 nəfərdən ibarət canlı sədd qurur. Krallar Futbol Klubu 2 nəfər oldu. Təhlükəli bir mövqedən cərimə zərbəsi. Laçın Futbol Klubu zərbə və top qapıdan aralı keçir. Qapı zərbəsi ilə Krallar Futbol Klubu qapıçısı Ömər topu meydana daxil edəcək. Artıq iş hissənin son saniyələri gedir desək yanılmarıq. Və top Ömərdədir. Ömər topu qəbula. İlk hissə sona çatır. İlk hissədən sonra hesab 2-0 Krallar Futbol Klubunun xeyrinədir. Qısa fasilədən sonra görüşəcək.